direkte yazın, zəhmət olmasın. Yaxşı elədin. Teşekkür ederim. Siz necəsiniz? Bilmem, öyle görürüm. Sizce ne lazımdı? Mənim diplomlarım lazımdırsa göndərə bilərəm. Bu ne belə kafada sizdə? Nədir bu? Nə göstərmək istəyirsən? Demek istəyirsən ki, heç kim heç nə bilmir, siz bilirsiniz. Buyurun, təqdim edeyim özünüzü. Açın səhifənizi, danışın. Mən sizə özümü sübut etmək zorunda deyiləm. Bir siz bilirsiniz de endogen, egzogen nedir? Bir siz bilirsiniz. Başa düştük. Bu ne gülünç olmaktı? Bu ne böyle gülünç davranışlardı? Nedir bu? Özünüzü çok mu ağıllı sayırsınız? Ben size cevap vermek istemiyorum. Başka arzunuz? Biraz
belə təkəbbürdən uzaq davranışlar insanın gözəllik verir. Özünüzü belə aparırsınız bəzən, bəzi insanlar. Sanki nəsə belə bir göstərişləriniz var, insanlar görmürlər və əziyyət çəkirsiniz bundan. İki dənə söz öyrənib, gəlib burada nəsə göstərmək lazım deyil. Və görürəm və cavab vermirəm. Çünki sevmirəm bu türlü belə davranışları. Və kimsə mənim sərhəddimi pozduğunda mən ona cavab vermək zorunda da saymıram özümü. Siz zəhmət olmasa gedin birinci özünüzün psixologiyanızı düzəldin. Bir yaxşı ayaqda durmağı bacarın. Sonra mən sizə kurs keçərəm, lazım gələrsən. Və sizin kimi tələbələri də qəbul etmərəm. Çünki hələ bir özünü geliştirsin bir insan, bir şəxsiyyətə çevrilsin, bir davranış qaydalarını bilsin, yazmağı, davranmağı bilsin. Daha sonra o müəllim ola bilər. Daha sonra o kimisə nəsə öyrədə bilər. Bir özünüzü bir yetiştirin, görün elə kim olmuşsunuz siz. Akıl verirsiniz insanlara. Binada oluram, üst qonşu pozun. Valla mən ona heç eləyə bilmərəm. Siz onu şikayət edin. Polisə şikayət edin. Salam xanım, mən nervozdan çox əziyyət çəkirəm. Allah kömək olsun. Çox sağ olun, var olun. Bir insan, bir həyat yoldaşı, misal üçün bu qadın kişi fərqi yoxdur. Qarşısında, misal üçün, qadındır deyək birinci, yoldaşının adını çəkərkən hörmətsizcəsinə çəkirsə və sonra mənim yoldaşım pisdir deyirsə, onda birinci özünə də sual verməlidir, özünə də baxmalıdır. Həmçinin bir həyat yoldaşı, bir kişi qayıdıb, arvad, nə bilim, nə göbutcasına deyirsə bu qədər insanın içərisində, onda özünə də çönüb baxmalıdır ki, məndə problem nədir? Yəqin ki, siz yetərsizsiz ona, sevgi baxımından, hörmət baxımından. Ona görə də o sizə problemlərin deməyə çalışır, sizə özün göstərməyə çalışır və kişilər bunu deyingənlik başa. Salam, əleykümə salam. Necəsiz? Çox sağ olun, necəsiz? Bəli, yaradarıq, problem yoxdur, canlı bitsin. Siz psixoloji dəstək almalısınız. Başa düşürsünüz, siz psixoloji dəstəyi alsanız düzələsidir. Mən indi onu sizə deyə bilmirəm, çünki siz elə başa düşərsiniz ki, mən psixoloqam, öz tərəfimə çəkmək üçün bu sözü deyirəm. Mən və yaxud da bir başqasından siz psixoloji dəstəyi almalısınız ki, o uşaqları sevə biləsiniz. Və inanın ki, həqiqətən o psixoloji dəstəyi alandan sonra siz o uşaqları hamıdan çox sevəsiniz. Niyə ərə getmirsən? Siz mənim haqqımda nə bilirsiniz? Və yaxud da ki, bu şəxsi sualın burada verməyin heç bir adiyyatı yoxdur. Bir saniyənə çox getdi bu. Necəsiz? Çox sağ olun. Necəsiz? Necə kömək edir? Salam bacım, mən endogən nevrozam. Sağaltma olarmı? Bəli, olar, amma yəni ki, o psixiatr tərəfindən olur. Salam xanım, əleykümə salam. Salam xanım, mənim beynim arxa hissəsində kista var. Onun müalicəsi varmı? Başım hər gün. O baş həkiminə deyə bilərsiniz. Nə olsun?
Salam dostlar. Gördünüz əzizlərim. Deməli, bir psixoloqla danışıram. Türkiyədə kurslar almağını bildirir və mən ona yazıram, dəfələrlə yazıram, özünüz şahid olursunuz ki, bəs endogən nevrozlarla işləyirsiniz, yoxsa yox. Mən bir başqa bir şey ondan gözləmirdim təbii ki, istəyir Amerikada bitirsin. Biz yəni bizim kurslarda Amerikanı bitirənlər belə olurlar. Yəni o söhbət ondan getmədi. Sadəcə mən ondan doğru bir cavab gözləyirdim ki, o cavab vermədi. Güyəm ki, görmür. İtak axırda əsəbləşdi və endogen, egzogeni təbii ki, bilməlidir. O psixoloqdur, amma müalicə metodu bunluqdur, yoxsa bunluq deyil, ona cavab verə bilmədi. Hələ başladı məni tənqid eləməyə və mən özüm üçün onu təhqir kimi bilirəm. Çünki mənim sahəm tam başqa bir şeydir. Mən həkiməm, o psixoloqda həkim deyil. İstəyir Amerikada belə təhsil alsa da onun məsuliyyəti yoxdur. Yəni o məsuliyyət daşıyır ki, yəni onun o şey yoxdur da, necə deyirlər Azərbaycanca. O yəni bu endogenlərlə işləyə bilməz. Tamam mı? Yəni ona sual verdim. O sualdan bir qədər qaçdı. Axırda da bezdi, əsəbləşdi və bildi artıq mən nə demək istəyirəm. Çünki o görürdünüz ki, orada ancaq və yalnız onun tilovuna düşən insanları qəbul edirdi. Yəni o baxdı mənim səhifəmə və bildi ki, mən kiməm, nəçiyəm, ən azından anlayışımız var. Ona görə də boyun qaçırmalı. Kim olsaydı deyəcəkdi ki, bəli, necə deyirdi orada, bəli, yazın direktimə, sizə cavab verəcəklər. Hansı ki, özü cavab verdi. Direktinə mən özüm yazmışam onun. Direktinə özü də cavab verdi. Tipa bunun direktinə, bunun asistentləri cavab verir. Anlatabildim mi? Yəni bunlar hamısı afiyorstvadır, hamısı qeydilmə psixoloqlardır. Ona görə deyirəm ki, bunların şeyinə düşməyin, toruna düşün. İkinci, psixoloq sözünü belə düzgün deyə bilməyən psixoloq deyə ona psixoloqdur, amma hardasa məsuliyyəti hiss elədi və psixoterapiyanı adını çəkmədi, psixiatr söhbətin, yəni onun adını çəkdi ki, psixiatr onlarla işləyir, endogenlərlə. Psixiatr nəyə görə deyir? İndi nevrozlar çox təşviş, həyəcana düşməsin ki, nəyə görə bizlə psixiatrlar işləməlidir. Psixiatrlar ona görə o psixoterapevti deməli, vurğulamadı, anlatabildim mi? Çünki psixoterapevt psixoloqa yaxındır deyə, yaxın necə? Psixoloq yaxındır psixoterapevtə. Çünki psixoterapevt həm psixoloqluq eləyə bilir, həm də psixiatrın işini görə bilir, farmaterapiya ilə məşğul ola bilir. Ona görə də o psixoterapevti demədi, psixiatr birbaşa dedi. Yəni özündən bir qədər uzaqlaşdırdı bu sahəni, bu xəstəliyi. Yəni bizlik deyil, birbaşa psixiatrlıqdır. Elə deyil, düzdür, psixiatr lazımdır. Bəzən elə bir depressiv hal olur ki, psixiatrın müdaxiləsi lazım olur orada. Biz baxırıq, amma ən əsas psixoterapevt endogen nevrozların öhdəsindən gələ biləcəyi qədər gücü var. Anlatabildim mi? Bunlar, mən sizə axı deyirdim, Azərbaycanda psixoterapiya
anlayışı bir balaca çox geriliyib və çox bəyənilməyən bir şeydir. Yəni bu psixoloqlar bilirsiniz, psixoloqlar nə var? 5 il oxuyursan və kurslara zada gedirsən, nəfsə sən oldun psixoloq, amma psixoterapiya həkim deməkdir. Psixoterapiya tam başqa bir şeydir. Bu bütün psixoloji durumlarla insanlarla işləmək hüququ var və ona cavabdehdir. Anlatabildim mi? Yəni bunlarda o şeyler yoxdur. İkinci psixoloq hardasa bir balaca yox, tamamilə doğru vurğuladı. Ona görə də yazdım ki, sən sizə birbaşa dedi ki, yəni psixiatra müraciət eləməlidir. Götürmədi. Yəni ən əsas odur ki, mənim üçün o psixoterapevt, psixiatr və s. İstəyir terapevt desin, istəyir cərrah desin, kimi deyir desin. Amma boynundan atmağı mənim üçün düzgün qərar idi. Çünki psixoloqun məsuliyyəti məsuliyyətlidir. Yəni psixoloqun şeyi yoxdur orada. Yəni psixoloq nevrozlarla işləmək hüququ çatmır. Anlatabildim mi? Yəni ən azından o boynundan atdı. İndi psixiatrın boynu atdı. Çox şeylərin də boynu atsaydı qəbul idi. Görürsünüz əzizlərim. Sizə sübut edirəm. Yəni ki, bunlardır. Belə bir siz düşürsünüz labirintlərə. Hələ mən nevropatoloqlardan danışmıram əzizlərim. Nevropatoloqlar ümumiyyətlə bu nevroza aidiyyəti yoxdur. Sizə qurban olum. Mən 10 manat düzəldim, gedim nevropatoloqun yanına, o mənə dərman yazsın, siz sağala bilməyəcəksiniz. O nevropatoloq. Nevropatoloq nervnoy sistem. Baxmayaraq bizdə də nevrozlarda da məsələn əsəb sistemi pozğunluğu var, amma fiziki olaraq siz orada fəsadlar yoxdur deyə ona nevropatoloq baxa bilmir. Anlatabildim mi? Nevropatoloq ancaq və ancaq infarkt, insult, перед инсультным состояние, перед инсультным состояние və yaxud insult və s. Yəni orada çox şeylər var. Alzheimer var, demensiya var, nə bilim çox xəstəliklər var ki, nevropatoloqlar buna baxır. Təbii ki, onlar baxmalıdır. O bizim sahə deyil. Biz tam başqa sahəyə baxırıq. Tamam mı? Ona görə də yaxşı düşünün, yaxşı qərar verin və həkiminizi düzgün tapın. Hər kəsə. Mən nevrozlarla işləyirəm, ona görə. İndi mən demensiyalarla işləsəydim, bir başqa şeylər danışardım. Hərçənd işləyə bilirik, amma o qədər vaxtımız yoxdur bizim. Biz duraq. Onlayn işi deyil bu. Anlatabildim mi? Yəni biz demensiyalarla onlayn konsultasiya apara bilmirik. Müalicə metodu yoxdur onun. Tamam mı? Şizofreniklarla da işləmə ixtiyarındayıq və bizim səlahiyyətimiz var və onunla da işləməyə o dərəcədə, yəni bizim onlayn gücümüz çatmır. Biz nevrozlarla sırf işləyə bilərik. Çünki biz bilirsiniz, biz sizlə canlı işləsək, biz daha çox sizdən pul alacağıq ki onlayn, tamam mı? Eyni göstərici olacaq. Siz nə canlı məsələn görüşlə pul ödəyəcəksiniz və hansı nəticəni alacaqsınızsa, onlayn da həmən nəticəni alacaqsınız. Və mən onu bildirmişəm və indi də bildirirəm ki, bütün videolarımda əgər 50% həkimin əlindədirsə, sizin sağalmaqdan zəhləm gedir, boşuna özünüzə qayıtmağınız 70% sizin özünüzdən asılı olan bir şeydir, tamam mı? Siz prosto oturmuşsunuz, onun qaydalarını bilmirsiniz, çətinlik çəkirsiniz, tamam mı? Özünüzə yaxşı baxın.
Bu arada mənə deyin görüm, kökəlmişəm yoxsa mən istəyirəm elə bilirəm kökəlmişəm yoxsa yox. Mənə deyin əzizlərim, görüm elə mən siz bilirsiniz, mən gündə özümü görürəm, üzümü də təmizləmirəm ki, daha doğrusu təmizləməməliydim, çünki atamın ili yaxınlaşmışdı, Allah ölənlər bizi rəhmət eləsin. İlə görə dedim, qoy dəymədim, onsuz da başımda tük yoxdur. Dedim ili verək, sonra tənbəlliyim mənə tutdu, nəsə belə. Yəni bilmək istəyirəm, bir ara çox arıqlamışdım, amma indi bilmirəm, düzəlmişəm yoxsa yox, siz bilərsiniz bunu. Mənə müəyyən dərəcədə qiymət verən insanlar var burada, arada yazırlar ki, siz indi düzəlmişsiniz, indi cavanlaşmışsınız, indi qocalmışsınız, qiymət verirlər. Görə elə nə qiymət verirlər və qulluğunuzda hazıram, qurban olum sizə, baxın. Mən belə bir situasiyaları, belə bir çoxdur, çəkmirəm prosta bunları, çəksəm, oy, bura qədərdir. Ona görə aldanmayın. Sağ olun, sağlıqlı qalın.